Salam. Təsəvvür edin bax. Biləsuvarın Bağbanlar kəndində tam sıradan bir gündür və birdən-birə kimsə bıçaqlanır. Təbii ki, bütün kənd bu xəbərlə çalxalanır. Dəqiq, yəni kiçik yerlərdə belə xəbərlər çox sürətlə yayılır. Elədir. Bəs o qapı arxasında gəzən söz-söhbətlərin, səs-küyün neçə faizi həqiqətdir. Bax, bugün qabağımızda Milli Azın Teleqrafa istinadla yaydığı, belə qısa amma detalları ilə xeyli diqqət çəkən bir hadisə var. Aha, mən də o xəbərə baxdım, doğrudan da maraqlıdır. Bəli, və məqsədimiz xəbərdəki o qəti faktlarla yerli icmanın, necə deyərlər, emosional iddialarını bir-birindən ayırmaqdır. Odur ki, gəlin bunu aydınlaşdıraq. Deməli, əlimizdə tam olaraq nələr var? Yəni, əlimizdə dəyişdirilə bilməyən, tam rəsmi bir neçə detal var. Zərər çəkən əslən yardımlı rayonundan olan 1970-ci il təvəllüdlü Bala Həsən Ağa Hüseynoğlu Ağayevdir. 70-ci il, yəni 50 yaşından yuxarı bir adamdır. Bəli, düzdür. O, Biləsuvar rayon mərkəzi xəstəxanasına bıçaq yarası ilə gətirilib, orada dərhal ona tibbi yardım göstərilib və hazırda həkim nəzarəti altındadır. Yəni, faktiki olaraq xəstəxanada həyatda qalma mübarizəsi aparır. Bax, əlimizdəki bu faktlar eynən o qıraqları yığılmış, amma ortası bomboş qalmış bir puzzle kimidir. Çox gözəl bənzətmədir, yəni çərçivə bəllidir, amma içərisi yox. Aha, çərçivə tam bəllidir, xəstəxana palatası var, yaralı adam var, qanaxmanı dayandıran həkimlər var, amma əsas şəkil yoxdur. Yəni o adamın o palataya ümumiyyətlə necə gəlib çıxması hissəsi. Tamamilə doğrudur. Və burada ən maraqlı məqam odur ki, rəsmi qurumlar o boşluqları faktlarla doldurana qədər ictimaiyyət artıq öz fərziyyələrini, şaiyələrini danışmağa başlayıb. Bu iddialar barədə nə deyə bilərik? Deməli, kənd sakinlərinin sözlərinə görə hadisə ailə münaqişəsi zəminində baş verib və iddia olunur ki, kişini elə öz həyat yoldaşı bıçaqlayıb. Gözlə, doğrudan, yəni birbaşa öz həyat yoldaşını günahlandırırlar. Bəli, kənddə gəzən əsas söz-söhbət məhz budur. Amma bunun böyük mənzərə ilə əlaqəsinə baxsaq, kiçik icmalarda məlumat boşluğunun necə işlədiyini çox açıq görərik. Yəni, insan beyni qeyri-müəyyənliyi heç sevmir. Hə, elədir. Mütləq nəsə bir hekayə uydurmalıyıq ki, o boşluq da olsun. Düzdür. Ortada təsdiqlənmiş fakt, rəsmi açıqlama yoxdursa, dərhal informasiya vakumu yaranır. İnsanlar da o puzzle-ın ortasını öz mühakimələri, əvvəlki müşahidələri və ya qonşudan eşitdikləri şayələrlə doldurmağa başlayırlar. Yaxşı, amma bir dəqiqə, bütün bu baş verənlər nə anlama gəlir? Niyə biz kənd sakinlərinin iddialarına bu qədər ehtiyatla yanaşmalıyıq? Çünki rəsmi araşdırma yoxdur axı hələ, faktlar təsdiqlənməyib. Axı rəsmi istintaq aylarla çəkə bilər və gəlin etiraf edək. Yəni, qapalı icmalarda, kənd yerlərində kimin kimlə nə problemi olduğunu ən yaxşı elə qonşular bilir də. Qismən razıyam, amma... Yəni, bəlkə elə rəsmi qurumların tapa bilmədiyi həqiqət birbaşa o şayələrin içində gizlənib. Sizcə, bu ehtimalı tam kənara qoya bilərik? Yox, tam kənara qoymuruq. Yəni, şayələrin içində həqiqət payı təbii ki, ola bilər. Amma burada problem informasiyanın necə ötürülməsindədir. Cəmiyyətdə şayə elə bir uşaqların oynadığı qulaqdan qulağa oyunu var ha, bax onun kimi işləyir. Aha, hər kəs özündən nəsə bir rəng qatır. Tamamilə. Birinci qonşu gördüyünü danışır, ikinci ona öz emosiyasını qatır, üçüncü isə keçmişdəki hansısa xırda ailə mübahisəsini əsas motiv kimi təqdim edir. Və sonda əlimizdə qalan şey fakt yox, kollektiv bir senaryo olur. Yəni, sanki bir serial senarisi yaranır ortada. Bəli, bax istintaq orqanlarının apardığı rəsmi araşdırma məhz bu zənciri qırmaq üçündür. Çünki qanun hekayələrə yox, qan izlərinə, fiziki sübutlara və dindirmələrə əsaslanır. Düzdür, emosiyalara yox, sırf sübutlara baxırlar. Belədir, hadisənin dəqiq səbəbləri yalnız bu qapalı istintaq prosesi bitdikdən sonra məlum olacaq. O vaxta qədər deyilənlər sadəcə və sadəcə iddiadır. Deməli, məsələyə kənardan baxdıqda hazırda iki tamamilə fərqli reallıq görürük biz. Aha, necə yəni? Baxın, bir tərəfdə həkimlərin tək başına idarə etdiyi o konkret tibbi proses davam edir, yəni adam nəzarətdədir. Digər tərəfdə isə hələ də formalaşmaqda olan hüquqi bir proses və icmanın yaratdığı o səsküylü hekayələr silsiləsi var. Və bu ikisini bir-birinə qatmamaq çox vacibdir, yəni ehtiyatlı olmalıyıq. Bəli. Gündəlik informasiya axınında kiminsə iddiası ilə məhkəmənin və ya xəstəxananın təsdiqlədiyi faktı ayırmaq məhz belə məqamlarda kritik əhəmiyyət daşıyır. Mütləq şəkildə.
İndi isə dəyərli dinləyici bunu düşünün. Təsəvvür edin ki, sabah istintaqın rəsmi nəticələri açıqlanır və məlum olur ki, həqiqət o kənddə qapı-qapı gəzən şayələrlə daban-dabana ziddir. Bax, bu çox maraqlı və şok edici bir nəticə olardı. Düzdür. Bu nəticə o kənddə xəbərin gedişatını və insanların bir-birinə olan inamını necə dəyişəcək? Daha da önəmlisi, biz öz həyatımızda, qonşuluğumuzda eşitdiyimiz o cəlbedici şayələrə nə qədər güvənirik? Ortası boş olan o puzzleları rəsmi faktlarla doldururuq, yoxsa başqalarının təxəyyülü ilə? Bunu da özünüz üçün mütləq bir düşünün.